Ayda. Qədim Misir dövləti nə zaman yaranıb? Eradan əvvəl 4-cü minilliyin ikinci yarısı yuxarı aşağı yaranmışdı. Eradan əvvəl 4-cü minillikdə də Misir yaranmışdı. White 4-cü minilliyin sonlarında White Misir dövlətinin əsası qoyulmuşdu. Bəli. Bəs yaxşı, Çin imperiyasının əsası nə zaman qoyulur? Vahid Çin imperiyası. Eradan əvvəl 3-cü minillikdə. Yox, Vahid Çin imperiyası Sin sülaləsinin hakimiyyətə gəlməsinə vaxta düşür? Eradan əvvəl 227. 221 bəlkə. Vahid Sin imperiyası. Bəs yaxşı, hansı hadisənin nəticəsində artıq Sin imperiyası hakimiyyətə gəldi? Yəni Sin sülaləsi hakimiyyətə gəldi və öz imperiyasını qurdu. O birisi İsrailin gəlməsi. Yox, ondan qabaq hansı hadisə olmuş? Hansı müharibə dövrü idi? O müharibə bitir. Sarsarqılar. Bir dənə deyək. Vuruşan paşalıqlar dövrü idi. Bu dövr bitdi. Ondan sonra da hakimiyyətə gəldi Sin sülaləsi və Sin imperiyasının əsasını qoymuşdu. Bəs yaxşı, Romada Respublika dövrü hansı dövrə əhatə edir? Eradan əvvəl 527-dən Eradan əvvəl 27-yə qədər. 509-dan Eradan əvvəl 27-yə qədər. 509-cu ildə sonuncu padşahı devirirlər və ondan sonra da artıq Roma Respublikasının dövrü başlamış oldu. Xalqların böyük köçü hansı dövrə əhatə edir? Eradan əvvəl 4-cü minillik. Xalqların böyük köçü. Böyük köçü 11-ci minillik. Niyə 4-7-ci əsrlər? Aha, 4-7-ci əsrlərdə xalqların böyük köçü prosesi. Bəs yaxşı, xalqların böyük köçü prosesi zamanı, o gedişatda Avropada hansı dövlətlər süqut edir? Eradan əvvəl 4-cü əsrdə Əhəməninin süqut edir. Eradan əvvəl deyil axı. Ayda bizim era dedik, 4-cü, 7-ci əsrlər. Hə, Çinarə hansı dövlətlər süqut edəcək Avropada? Qərbi Roma imperiyası, bir də Bəli, bir də Avropa Hun dövləti süqut edəcək. Bunların süqut edilmə nə deyir Çinarə? 476 Qərbi Roma, 470-si Avropa Hun. Ay sağ ol. Xalqların böyük köçü prosesində o gedişatda süqut edən dövlətlərdir. Çinarə davam edirsən də, bəs yaxşı, ümumiyyətlə bu xalqların böyük köçü prosesi hansı dövrə qədər davam etmişdi? 7-ci əsrə qədər. Yəni hansı hadisə ilə başa çatır? Slavyanların Bizans ərazisində yerləşməsi. Bəli, Slavyanların Bizans torpaqlarında yerləşməsilə. Bəs yaxşı Çinarə, Slavyanlar Bizans ərazisinə gəldi, məskən saldı da. Onların Bizans ərazisinə məskən salmasının nəticəsi necə təsir göstərdi Bizansa? Feodal münasibətlərin inkişafını sürətləndirir. Ümumiyyətlə feodal münasibətlərin formalaşmasına və inkişafına təsir göstərəcək. Çünki həmin dövrlərdə Bizans elə quldarlıq bir formasında mövcud idi. Bəs yaxşı, Bizansdan danışmışam, Bizansın qızıl dövrü deyən hansı dövr nəzərdə tutulur? Justinianın hakimiyyəti. Justinianın dövrü idi. Tamam. Bəs yaxşı, bu qızıl dövrün əsas simvolu nə idi? Hansı abidə? Bu məscid var, Ayasofya. Müqəddəs Sofiya məbədi idi. Bəli, Müqəddəs Sofiya məbədi ilk dəfə olaraq xristianlar tərəfindən dağıntılara məruz qalmışdı. 1204-1202 haç döyüşündə. Ay sağ. Yəni bu 4-cü sərf yürüşü 1202-1204-cü illər 4-cü sərf yürüşü zamanı ilk dəfə olaraq Müqəddəs Sofiya məbədi xristianlar tərəfindən dağıntılara məruz qalmışdı və ümumiyyətlə həmin bu sərf yürüşünün nəticəsində hansı dövlət meydana gəlir? Bizansda yarandı 1204-1261-ə kimi. Aha. Dəniz hansı dövlət idi? Latin imperiyası. Latin imperiyası. Hətta bilim mən demişəm ki, bir dövlətdə yaranır əslində o dövrdə. Burada yazmasalar da biz o dövlətlə tanışıq. O hansıdır? Kim deyə bilər? Hansı dövlətdir o? Bizansın son qalığı hansı dövlətdir? Trabzon da həmin vaxtda yaranır da 1204-cü ildə meydana gəlir. Bir hissəsində Bizans ümumiyyətlə həmin vaxtda bir neçə dövlətə parçalanır. Biri Latin imperiyası, biri Trabzon imperiyası, Trabzon krallığıdır. Yəni bunlar da o dövrdə yaranmışdı. Sadəcə bizə bir dənə Latin imperiyasının adını verirlər. Onun haqqında məlumat verirlər, amma Trabzon da o dövrdədir. Bizansın da son qalığı hesab olunurdu. Neçənci ildə süqut etmişdi bu? Trabzon krallığı. Bəli. 1461-də. 61-ci ildə həmin vaxtda Ağqoyunlu bəyliyi ilə qohumluq münasibətləri və diplomatik əlaqələr vardı. Yəni Ağqoyun dövlət ifadəsi işlədə bilmərik. Tamam, bəs yaxşı Atlas. İlk sərif yürüşlərinə başladılar nə zaman? 96. Bəs yaxşı, bu birinci sərif yürüşünün ümumilikdə neçənci illər əhatə edir? 96-99. 96-99-cu illər. Bəs indi bu dövrdə bu sərif yürüşlərin nəticəsində hansı dövlətlər meydana gəldi? Ayşə. Deyim mən. Deyim. Edessa, Antioxiya, Quds krallığı, bir də Tripoli. Bəli, bir də Tripoli idi ki, bu dövlətlər həmin vaxtda meydana gələn dövlətlər idi. Atlas, bəs Peçenikdən Bizans ərazisinə yürüşü Konstantinopolun mühasirəyə almasına vaxta düşür? Nə mənim? Peçeniklər. Peçeniklərin Bizans üzərinə Deyin. yürüşü. Deyin. 1991. 1091-ci ildə Peçeniklər Bizans ərazisinə yürüş etmişlər. Atlas sadəcə Konstantinopol mühasirəyə alırlar, amma sonra mühasirəsi dayandırılacaq. Çünki Bizans imperatoru kimdən yardım almışdı? Deyin.
Roma papasından yardım almışdı. Tamam. Atlas Mərkəzi Asiyada yaranmış ilk türk dövləti. Hun dövlət. Hun dövləti. Deməli, Böyük Çin imperiyası. Bu Böyük Çin imperiyası nə zaman meydana gəlib? 220'de. Eradan əvvəl sözündə deyə də, 3-cü faktda eradan əvvəl meydana gəlmişdi. Bəs yaxşı, rəsmi mənbələrdə Türk adını almış ilk dövlət hansıdır? Qaraxanlı. Rəsmi mənbələrdə. Yo, elə Hundur. Deyin görüm hansı dövlət idi? Göytürk dövləti bəs adından məlumdur. Türk ilk rəsmi mənbələrdə Türk adını almış. Bu Göytürk dövləti nə zaman yaranıb? Birinci olub. Birinci Göytürk. 552'den 588'e. Kim tərəfindən əsas qoyulmuşdu? Birinci Göytürk'te Bumin idi. İkinci Göytürk'te de Kutluk. Qutlux xan idi. Bəs ikinci Göytürk nə zaman yaranıb? 588'den 744. 588-də ola bilməz. 682'den. 682-dən 744-ə qədər. 744-də nə hadisəsi baş verdi? Uygurlar son koydu. Uygurlar yarandı. Bəs Uyğurların mövcudluğu hansı dövrə qədər gedib çıxır? 744, 842. 842-də nə baş verdi? Kırgızlar Uygurlara son koydu. Qırğızlar tərəfindən Uyğurların varlığına son qoymuş oldu. Bəs yaxşı, Uyğurların süqutundan 2 il qabaq hansı dövlət meydana gəlmişdi? Uygurlar 682. Uyğurların süqutu indi demədən 842. Hə, 842'de Karaxanlı. 840-da yaranır Qaraxanlı, yəni ondan 2 il qabaq. Bəs Qaraxanlının özü nə vaxta qədər davam edir? 1212'ye kadar. Parçalanması nə vaxta düşürdü? 11. əsr. İli var. Dəqiq neçənci ildə deyin bir dənə? 1042-ci ildə parçalanmışdı. 1042-ci ildə deməli Fəday biz başqa hansı hadisə ilə tanışıq? Təbrizdə zəlzələ baş vermişdi. Aha, bəli, Təbrizdə zəlzələ baş vermişdi. Bəs Gəncə zəlzələsi neçənci ildə demişdik? 1139. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında vahid formada Birləşmiş Dövlətlər. Çin, Hindistan, Bir də Böyük Çin imperiyası. Hun dövlətləri. Bəli, Böyük Çin dövləti. Böyük Çin səddinin inşası hansı dövrə düşür? Deməli 214. Eradan əvvəl 214. Hansı sülalə tərəfindən əsas qoyulmuşdu? Çin sülaləsi. Kimə qarşı? Hunlara qarşı. Hunlara qarşı idi, bəli. Deməli, bir şey nəzərdə saxlayın. Birdən testlərdə bu dövlətləri feodal dövlət kimi verə bilərlərsə, yəni qətiyyən biz feodal deyə bilmərik. Bu dövlətlərin hamısı quldar dövlətlərdir. Hətta məsələn Çində hansı sülalənin parçalanmasından sonra artıq feodal münasibətlər yavaş-yavaş meydana gələcək Fədaya? Xan sülaləsi. Xan sülaləsinin parçalanması da nə vaxta düşür? Çində sinəmələri. 3-cü əsrin əvvəlləri və süqutu da ümumiyyətlə 220-ci ildə təsadüf eləyəcək. Bir də hansı üsyan təsir göstərmişdi buna? Sansaqlar. Aha. Tamam, deməli, bəs vahid xristiyan kilsəsi nə zaman parçalanır? 1054. 1054-cü ildə. Nəyin təsir nəticəsində idi? Niyə parçalandı bu kilsə? Rum papası ilə Pravoslav kilsəsi arasında mübarizə. Pravoslav patriarxı arasında mübarizə getdi, bəli, Bizans patriarxı arasında. Niyə? Nə istəyirdilər ki onlar? Romada vahid xristiyan dininin yanına. Bəli, onlar istəyirlər ki, vahid, yox, xristiyan dini var idi zaten. Sadəcə olaraq kilsəni tək başına idarə etmək və gələn qərmətləri, gəlirlərin hamısını öz əllərində cəmləşdirmək istəyirdilər. Səbəb bundan qaynaqlanırdı. Ona görə aralarında mübahisə nəticəsində vahid kilsə tamamilə parçalanmış oldu. Ümumiyyətlə kilsənin parçalanmasının başlanğıcı qoyulur 395 Roma imperiyasının parçalanması ilə, amma rəsmiləşdirmə məsələsi 1054-cü ildə idi, bəli. Tamam, 1054-cü ildə başqa hansı hadisələr keçmişik biz? Birinci Talav'ın Cənub Qafqaza yürüşü, bizim Müsəlman əminliyinin qəbirlərin şəddətlərin asla salması. Bəli, bəs yaxşı bundan bir il sonra hansı əraziyə yürüş etmişdi Toğrul? Abbaslı xilafətinə. Bəs Abbaslı xilafəti ilə hər hansı bir mübarizə olur? Xeyr, mübarizəsiz təslim olur. Mübarizəsiz, bəli, heç bir mübarizə aparmadan deyir, asıllığı qəbul edəcək, hətta Toğrulun belinə 2 kəmər belə bağlayır və onu necə adlandıracaq? Bəli. Aha, Şərqin və Qərbin hökmdarı titulunda vermiş olacaq. Osmanlı dövləti nə vaxt yaranmışdı Fədaya? 1102. Azinkur döyüşü? 1415. 1415. 1302-ci ildə Azərbaycanda kim idi hakimiyyətdə? 1302-də Qazanxan. Bir il sonra hansı islahat həyata keçirilir? Bir il sonra kəndlər bir yerdən başqa yerə keçməsini qadağan edir. Kəndlər. Bəli, yəni torpaq islahatı keçirdi və torpaq islahatına görə kəndlərin bir yerdən başqa yerə keçməsini qadağan etmişdi. Düzdür. 100 illik müharibə neçənci illəri əhatə edir? 1337-1453. Aha, tamam. Bəs yaxşı Dəniz. Kimin qələbəsi ilə başa çatır bu müharibə? Fransa. Fransanın ümumi qələbəsi ilə başa çatmışdı. Bəs yaxşı hansı əməliyyat artıq fransızların xeyrinə dəyişəcək? Orlean ətrafında müharibədən sonra. Aysa, neçənci ildə idi? Neçənci ildə idi bu? 1430. 1430-cu ildə idi, tamam. Daha sonra Amerikanın kəşfi 1429, 28-29 mühasirə dövrü 29-da Orlean azad olunur və ondan sonra deməli Amerikanın kəşfi Magellan, yox bir dəqiqə. Amerika. Christopher Columb. Neçənci ildə? 1498.
98-də hara kəşf olunur? Yox, o bir dəqiqə. 92. 98-də hara kəşf edilmişdi? Hindistan. Hindistan. Başqa Aha. 1992-ci ildə idi. 92-ci ildə tək Amerika yox, başqa haralar kəşf olunub? Ərazi olaraq. Ərazi olaraq. Bu Müjganləsin. Portuqaliyanın, Yo, yo, yo. İspaniya ərazilər var idi. Əlaqəsi yoxdur. Onlar tuturlar ya, ümumiyyətlə sadəcə olaraq ərazilər lazımdır mənə. Müjgan deyə bilərsən? Nazlı. 1498-də 92-ci ildə. Kuba Hayt adaları, bir də Karib bölgəsi. Bir də mənə Kuba və Karib böhranını de, Dəniz. 1959-62-ci illər aralığı. Aha. 62 ümumiyyətlə Kuba və Karib böhranı məsələsidir. Tamam. Dünya ilk dəfə deyir, nüvə silah təhlükəsi üzrə qalmışdı. Dəniz, 1492-ci ildə keçdiyimiz daha iki hadisə. Bu İspaniyanın neydi? Obisin adı? İspaniya. Onun elə ki, bunları vahid formada birləşməsi 1492-də. Haranı tutur? Bu Sonuncu Müsəlman dövlət. Yox, Kordoba deyil. Deyin görüm hansı idi? Sonuncu Müsəlman dövlət. Granada. Aha, deməli Granada əmirliyi idi ki, bununla varlığına son qoyacaq. Bəli, Granada əmirliyi idi. Son mülküdən varlığına son qoymuş Müsəlman mülkünə. Bəs yaxşı, bir də hansı döyüşü keçmişik? Bir də Azərbaycan tarixindən bu Ağqoyunlularda döyüş var idi. Bəldə idi deyəsən, yox. Ağqoyunlarda Bərdə döyüşü idi. Bəli, kimlər arasında olmuşdu və nəticəsi? Bu Rüstəmin hakimiyyətdən getdiyi döyüş idi. Rüstəmin bəlkə gəldiyi döyüş idi, Baysunqurun Getdiyi getdiyi. döyüş idi. Baysunqurun getdiyi. Deməli 1492 Bərdə döyüşü. Burada da Baysunqur gedəcək, Rüstəm Mirzə artıq hökmdar seçilmiş olacaq. Tamam. Bəs yaxşı, bu Granada əmrinin süqutundan danışdıq. Bu hansı prosesin nəticəsi idi? Rekonkist hərəkatı. Rekonkist hərəkatı neçənci əsrləri əhatə edir? 14-15. Ya 14-15. 15. 15-də bitəcək. Bəs deyirəm 1492-də Granada süqutu ilə bitəcək bu. Nə vaxt başlayır? Deyin. 11-ci əsr. Aha, 11-15-ci əsrləri əhatə edəcək. Bəs yaxşı, bu sərhədçilərin qərbə yoxsa şərqə yürüşlərdir? Tutaq sual düşür. Bəli, qərbə yürüşlərdir. Bəs yaxşı, sərhədçilərin şərqə yürüşü deyəndə hansı istiqamət yürüşləri nəzərdə tutulur? Elə Bizans istiqamətinə deyə bilərik. Deyə bilərik sonra. İlk sərhəd yürüşləri hansı istiqamət olub? Hansı dövlət ərazisində olmuşdu? Qüdsə. Yəni, Qüds hansı dövlətin tabiçiliyində idi? Səlcuqların. Səlcuqlar üzərində olmuşdu. Ərəb dövləti nə vaxt yaranıb? 630. 630-da yaranmış dövlət ümumilikdə hansı dövrə qədər davam edəcək? 258-ə qədər. Kim tərəfindən varlığına son qoyulur? Monqollar. Yəni, Hülaki xan. Hülaki xan həmin vaxtda dövlət yaratmışdı yoxsa yox? Bəli, yaratmışdı. Yaradıb sonra Abbasilər xilafətin varlığına son qoyur? Yox, Abbasilərin varlığını son qoyandan sonra yaradır. Abbasilər dövləti süqut edəcək, ondan sonra öz dövlətlərini yaratmış olacaq. Tamam. Bəs yaxşı, deməli ərəblərin Qərbi Avropa istiqamətindən yürüşün qarşısını kim alır? Şərqi Avropa istiqamətindən yürüşün qarşısını kim alır? Birini Xəzərlər alır, birini də Frank. İndi hansı oldu? Qərbi Frank, yəni şərqdə də Xəzərlər. Frank neçənci ildə? Frankiya döyüşü olur 837-ci il, 32-ci ildə. Bəlkə 732 eləyir onu. 732-ci ildə, bəli. Həmin vaxt hansı sülalə idi hakimiyyətdə? Frankda? Yox. Yox, ümumiyyətlə o Ərəblərdə hansı sülalə? Yox. Ərəblərdə hansı sülalədir? Ərəblərdə Əməvilər. Əməvlərin dövründə idi. Əməvlərin Hindistan ərazisində yürüşü olub yoxsa yox? Ümumiyyətlə ərəblərin Hindistan üzərində yürüşü olub? Bəli, olubdur. 712-ci ildə Əməvlərin dövründə Hindistan yürüş edirlər. Ayşə, bütün Ərəbistan yarımadasını tutan kimlər olmuşdu? Ərəbistan yarımadasını Bəli, ərəb sülalələrindən hansı idi? Bütün Ərəbistan yarımadasını tabe etmişdi. Abbas. Deyin. Bəli, xəlifələr dövründə idi bütün Ərəbistan yarımadasının tabe edilməsi. Bəs yaxşı, Ayşə, padşahlıq dövrü Romada? 700 eramızdan əvvəl 753-dən başlayır, nə vaxta qədər gedir? 309-cu ildə. Yunan koloniyalarının dövrü, salınma dövrü hansı dövrlərdə salınıb? Deyin görüm, Yunan koloniyaları. Eradan əvvəl 8-6-cı əsrlərdə Yunan koloniyaları salınmışdı. Və bu Yunan koloniyaları hansı istiqamətə qədər gedib çıxıb? Hardan hara qədər? Qara dənizdən, Qafqaz tərəflərdən İspaniyaya qədər. İspaniyaya qədər. Ümumiyyətlə nəzərdə saxlayın ki, İtaliya istiqamətində belə İspaniya torpaqlarına qədər olan ərazilərdə demək Yunan koloniyaları salınıbdı. Yəni ərazi baxımından o istiqamətdə belə əgər sizdən nəsə bir xəritə sual üstə, nəsə bir şey tələb etsələr, yəni bilin həmin ərazilərdə ümumiyyətlə Yunan koloniyaları mövcud olmuşdu, salınmışdı. Yaxşı, Ayşə. Qafqazdan İspaniyaya qədər. Yəni o İspaniya torpaqlarına qədər olan hissələrin hamısında lap gətirib İtaliya tərəfdə sizdə işarə qoysalar və hadisəni sorsalar, bilin ki, Yunan koloniyaları salınıbdı o hissədə. Daha sonra Ayşə, Siciliya uğrunda mübarizə. Bu heç nə. Deyin görüm.
Pun müharibəsi eradan əvvəl 264-dən neçəyə qədər? 146'ya kadar. 146-cı ilə qədər. Biz dünənki dərsimizdə demişdik, Ayşə, Siciliya adasına qoşun yerdə müttəfiqlər və bir rejim dağıldı. Dünya müharibəsi gedişatında. Deyin. Bəli, İngiltərə ilə Amerika idi faşist rejiminin devrilməsi İtaliyada. Neçənci ildə? 1943. Tamam. Yaxşı. Deməli, Ayşə, Verdi müqaviləsi 843 yılda. nəticəsi? Neticede 3 hissəyə bölünürdü Frank krallığı. Deməli, Almanya, Fransa, İtaliya. Amma Frank krallığı yox, Frank imperiyası bölünəcək. Frank imperiya termini nə zaman formalaşıb? 900 yılda. Neçədə? 800. 800-cü il neçənci əsrdir? 8. asır. 8-ci əsrin düz sonudur, bəli. Daha sonra Şumer şəhər dövlətlərinin formalaşması hansı dövrə düşür? Şumer şəhər dövlətləri. Deyin bir dənə. 4-3. Bəli, eradan əvvəl 4-3-cü minilliklərdə. Dəniz, nə soruşurdun? Nə sualın var idi? Sanki 800-cü ildə deyilik imperiya quruluşu olur. Ondan qabaqki hadisələrdə imperiya götürsək səhvdir. Əlbəttə ki, səhvdir. Var Frank dövləti, o yarandığı bir zamandan süquta qədər. Bir də var Frank imperiyası. Bəs mən atdığım qeydlərdə onu vurğulamışam. Bax, o gündəmdə o qeydləri sizin qrupa da göndərmişəm. Bir bax, buna diqqət yetirin. İmperiya deyirsə, mütləq imperiyanın mövcudluq dövrünü götürməliyik. Məsələn, Səfəvi imperiyası isə biz hansı dövr götürəcəyik? 1510-dan sonraki hadisələr götürəcək, bəli. Yaxşı. Deməli, Ayşə, Qəznəvi dövlətin mövcudluq dövrünü mənə? Qəznəvi dövlətinin? Tez deyin. 962-1187. Ayşə, 1187-də hansı hadisə baş verib? 962-də hansı hadisə baş verib? 962-ci ildə Səlcuq bəy İslam dini qəbul edir. 962-də. Cənd şəhərinə gəlir. Sonra bir də var. 962-də bir dənə dövlət yaranır. Deyin görüm hansı dövlət idi? Müqəddəs Rom imperiyası. Müqəddəs Rom imperiyası nə vaxta qədər ümumiyyətlə davam edib? Bunu da deyin. 1806, bəli. Kim tərəfindən varlığına son qoyulmuşdu? Napolyon, 1-ci Napolyon tərəfindən varlığına son qoyulmuşdu. Ayşə, bu sualda cavab verin. 1187-də başqa hansı hadisə baş verib? Deyin, bilmədim. Təbəriyyə döyüşü baş vermiş. Müjgan, Təbəriyyə döyüşünün nəticəsi kimlər arasında olur və nəticəsi? Deməli, Misir hakimi ilə sərbçilər arasında olur. Nəticədə Qüds ələ keçirir və Qüds krallığı süqut edir. Bəli, Qüds krallığı süqut edəcək. Ondan sonra neçənci sərb yürüşü başlayır? Ondan sonra ikinci sərb yürüşü başlayır. İkinci, yoxsa üçüncü sərb yürüşü başlayacaq? Yox, ikinci. İllərdir? 1192-yə qədər. 1192-yə qədər. Amma neçədə başlamışdı? 1188. Niyə 89 deməyik? 89-dan başlayır 1192-ci ilə qədər. Bəs yaxşı, burada hansı dövlətlər nümayəndələri iştirak etmişdi? Burada Almanya, Fransa, bir də İngiltərə. İngiltərə idi. Alman imperatoru Müqəddəs Rom imperatoru idi. Friedrich Barbarossa hansı istiqamətdə yürüşə hazırlaşdı? İstədi ki, bu istiqamətdə getsin. Getdi də, amma uğursuz olacaq. İstiqamətə. Bir tərəf dəniz yolunu seçir, bir tərəf quru yolunu seçir. Almanya dəniz yolundan gəlirdi. Əksinə, Almanya quru yolunu seçmişdi. İngiltərə, Fransa kralları isə dəniz yolunu seçmişdilər. Bəs yaxşı, sonda uğurlu oldu. Sonda bu uğursuzluqla bitdi, yəni məğlub oldular. Aha. Bəs yaxşı, Konya Səlcuqları üzərindən yürüş hansı dövrə düşür sərbçilər tərəfindən? Bu da elə 3-cü sərb yürüşü zamanı idi. Bu Friedrich Barbarossa gedir ora. Konya şəhərini dağıdacaq. Bu Barbarossa planı nə zaman iflasa uğrayır? 1941. 41 hansı döyüşün nəticəsində idi? Moskva. Moskva döyüşünün nəticəsində idi, bəli. Afinada, deməli, quldarlıq demokratiyasının əsası nə vaxt qoyulacaq, nə zaman da çiçəklənmə dövrü olacaq? Afinada əsası qoyulması quldarlıq. Hansı hadisə? Quldarlıq demokratiyasının. Hansı hadisənin nəticəsi? Və dünyada ilk quldar demokratik dövlət hesab olunurdu. Deyin bir dənə. Kritin yaranması. Yox, krit olmaz. Solon. Solon islahatının nəticəsində idi. Bəs yaxşı, bu quldarlıq demokratiyasının çiçəklənmə mərhələsi isə hansı dövr götürərik? Periklin strategiyası. Bəli, Periklin strategiyası onun keçdiyi islahatların nəticəsində. Və Müjgan, ümumiyyətlə Afinalılar hansı dövrdən etibarən, Afina vətəndaşları daha doğrusu, Afinalılar yox, vətəndaşlar hansı dövrdən etibarən bütün vəzifələri tuta bilərdi artıq? 7-ci əsrdən. Niyə 7-ci əsrdən? Yox, 7 yox, 5-ci əsrdən. 5-ci əsrdən kimin dövründən etibarən? Periklin. Elə Periklin dövründən etibarən. Bu statik vəzifəsi nə zaman formalaşıb Yunanıstanda? Bu elə strateg 6-cı əsrdən. Eradan əvvəl 6-cı əsrin əvvəlidir, sonunda hansı dövrdür?
sonlarında. Sonlarındaydı. Bəs eyni zamanda 6-cı əsrin sonlarında eradan əvvəl Romada hansı vəzifə formalaşmışdı? 6-cı əsrin sonlarında Hı -hı. açıq. Deyin görün. Konsul vəzifəsi idi, bəli, konsul idi. Bəs yaxşı qədim Romada, Roma Respublikasına xüsusilə biz hansı dövrdə deyəcəyik ki, artıq bütün vətəndaşlar istədiyi vəzifəni tuta bilərdi? Bu da 5-ci əsr. 5 deyil. Deyin. Eradan Eradan əvvəl 3-cü əsrin ortalarında həm vətəndaşlıq statusu, vətəndaşlıq sisteminin formalaşması o dövrdən başa çatacaq və hətta deyəcəyik ki, artıq bütün vəzifələri tuta bilərdilər. Xeyronia döyüşü və nəticəsi. 338-də idi eradan əvvəl. Bu Yunanistanla şeydi. Makedoniyalı 2-ci Filip arasında nəticəsi. 338-də deməli bunu Makedoniya burada qalib gəlmişdi. Aha. Hətta Spartadan başqa bütün Yunan ərazisi Filipin təsiri altında idi. Bəli, bütün Makedoniya, Yunan torpaqları daha doğrusu tabe edilmiş olacaq. Bir dənə Spartadan başqa. Amma daxili özündə hüquqlarını saxlayırlar, yoxsa o da əldən çıxacaq? Yox, sadəcə daxili idarə etmə qalır, xarici. Bəs yaxşı, Roma nə zaman bütün Yunanistanı tabe edəcək özünə? Eradan əvvəl 30-da. Deyin bir dənə. Eradan əvvəl 146-cı ildə Yunanistan idi, Karfagen idi, bir də hansı dövlət idi? Öz əyalətinə çevirir. Hansı ərazi idi? Siciliya. Yox. Deyin. Makedoniya. Eradan əvvəl 5-ci əsrin ortaları və eradan əvvəl 2-ci əsrin ortaları. Aralıq dənizində möhkəmlənmiş dövlətlər. Orta xüsusiyyət kimi. Ortalarında 2-ci əsrdə. Aha. Biri Yunanistan idi 5-ci əsrdə. Bəs 2-ci əsrdə hansı dövlətdir? O da Pun müharibəsindən sonra Roma. Pun müharibəsindən yox, amma Yunan Makedoniyaların tabe edilməsindən sonra Roma imperiyası deyəcək. İmperiya neymiş? Roma Respublikası deyəcək. Çünki deməli bu Karfagenin öz əyalətinə çevrilməsi ilə sadəcə Aral dənizinin qərbində möhkəmlənmişdi. Belə demişdim ki, yadda saxlayın, Karfagen qərb hissədə möhkəmlənmə. Amma Makedoniya və Yunanistanın tabe edilməsi ilə isə bütünlüklə Aral dənizində möhkəmlənmə prosesi baş vermişdi. Yaxşı, Əmircan. Deməli, dünya tarixində ilk dəfə sultan titulu kimə verilir? Sultan titulu 1-ci Toğrul. Dünya tarixində. Deyin. Qəznəlilərdə Sultan Mahmud Qəznəlidə var idi. İlk dəfə ona verilmişdi. Daha sonra Ədirnə Osmanlı dövlətinə paytaxtlıq dövründə Ədirnənin. Ədirnə. 1-ci Muradın dövründə idi. O da 1362-dən 1453-ə qədər. 1453-ə qədər bu Ədirnənin paytaxtlıq dövrü hesab olunurdu. Tamam. Daha sonra ümumiyyət Osmanlılarda kim idi? Bütün fikirlərini ancaq Balkanlara yönəltmişdi. Balkanlarda işğal prosesləri həyata keçirilirdi. 1-ci Murad. 1-ci Muradın zamanındaydı, bəli. Bəs Balkanlara yol kimdən açılmışdı? Balkanlara yol Orxan Qayzın dövründə açılmışdı. Orxan Qayzıda açılmışdı. Ayşə, nəsə sualın var? Xeyr, mənim. Hə, tamam. Coğrafi kəşflərə ilk başlayan dövlət hansı idi? İlk başlayan. Tez deyin. Portuqaliya. Portuqaliya başlamışdı birinci növbədə. Hindistanın kəşfi? 1498. Aha, bəs yaxşı. Dünyanın artıq kürə şəklində olması fikri sübut edildi. Magellanın şeyinə, o da 1522-də. Magellan səyahəti nəticəsində. Bəs yaxşı, 1519-23. Magellan özü mü bunu sübut elədi, yoxsa? Magellan şeydə ölürdü səyahət zamanı. Filippin adalarında. Amma ondan sonra davam etdirən kim idisə, bəli. Onlar idi, deməli, ümumiyyətlə Magellan başa çatdırmır. Sadəcə olaraq amma dünya səyahəti başa çatmış olacaq, özü uğurla başa çatacaq. Bu dünya səyahətini həyata keçirdən qüvvələr kimlər idi? İspanlar yoxsa? İspanlar idi. İspanlar idi, bəli. Tamam. Daha sonra bu Filippin adalarında xarici siyasətinə görə öz mövqeyini möhkəmləndirən Amerika prezidenti. Kim idi? Calvin Coolidge. Bəli, Calvin Coolidge idi. Tamam. Bəs yaxşı, deməli 30 illik müharibə deyəndə hansı müharibə nəzərdə tutulur? 1648 müharibəsi. Dünya tarixində ilk dəfə olaraq Avropada ən böyük sülh konfransı çağırıldı. Avropa tarixində daha doğrusu. 1648-də. Bəli, Avropa tarixində ilk dəfə sülh konfransı 1648 Vestfaliya ərazisində çağırılmışdı. Bəs yaxşı, bu Vestfaliya konfransına görə ilk dəfə kimin imzasına ehtiyac duyulmadı? Roma papasının imzasına ehtiyac duyulmadı. Dünya müstəmləkə sisteminin əsasına vaxt qoyuldu. Coğrafi kəşflərdən sonra. Aha. Bəs yaxşı, dünya ticarətində, ticarət əsasən dənizlərdə üstünlük qazandı. Hansı dövrdə? Dənizlərdən okeanlara keçdi. Hansı dövrdə? Hansı hadisənin nəticəsində yəni? Dənizlərdən okeana bu coğrafi kəşflərdən sonra. Bəs dənizlərdə üstünlük? Dənizlərdə üstünlük. Deyin görüm. O vaxta qədərki dövrdə. Hansı dövr? Deyin. Səlib yürüşlərinin nəticəsində idi. Bəli, Səlib yürüşlərində idi. Birinci Otto tərəfindən əsas qoyulan dövlət. Müqəddəs Roma imperiyası. Necə oldu ki bu dövlət yarandı? 962 necə oldu yarandı bəs? Necə oldu birinci Otto imperator oldu? Göstərişinə yaranır. Aha. Roma papasının göstərişi əsasında. Yəni necə? Roma papasına durduq yerdə yaratmır ki papa dövləti. Yəni şərait yaratmır ki yaradılsın. Roma papası feodallarla mübarizə aparırdı, ona kömək üçün gəlmişdi. Feodallarla?
İri əyanlarla. Almanya ilə mübarizə Yox, apardı İtaliya üzərində. düz deyil. İri əyanlar, iri feodal dəstələr vardı. Əyan dəstələri xüsusilə. Onlarla mübarizə aparmışdı. Bu mübarizədə də köməyə çağırmışdı. Bəs yaxşı, hansı nümayəndə idi ki, Roma papasına, Müjgan, Germanlara qarşı mübarizədə yardım göstərdi və ondan sonra da imperator titulu aldı? Birinci Otto. Birinci Otto əyanlara qarşı mübarizədə dedi. Bəs Germanlara qarşı mübarizədə? Frank imperiyasında Böyük Karlı. İmperiyası deyə bilmərik, Frank dövlətində deyə bilərik. Böyük Karl. Aha, Böyük Karl idi. Tamam, bəs yaxşı. Böyük Karlın ordu sahəsinin islahatı. Kimləri ordudan uzaqlaşdırdı? Kəndliləri. Kəndliləri. Bəli, kəndliləri oradan uzaqlaşdırdı və öz yaxın əyanlarına, yaxın adamlarını isə nə payladı? Torpaq payladı. Bəs yaxşı, bir də torpaq paylamaqla kimləri öz təsiri altına almışdı? Avarları. Deyin. Saks tayfaları ilə 30 illik mübarizədən sonra torpaq verməklə onları öz təsiri altına almışdı. Nazlı. Bəli. Salamin dəniz vuruşması. Bəli, 480. Dünya tarixində ilk dəniz döyüşü. Salamin. Elə Salamin dəniz döyüşü. Bəs yaxşı, hansı döyüşdən sonra bütün o Əhəmənlərin yerdə qalan qüvvələrin hamısı geri çəkiləcək? Yunanistanı tamamilə tərk edəcəklər. 49-dan deməyəcək. Deyək. Deyək, deyək. 79-da bəli, eradan əvvəl 479-da artıq bütün nə qüvvələr qalmışdırsa, yerdə qalan qüvvələrin hamısını geri çəkmiş olacaqlar. 449-da isə tamamilə müharibə bitir və bunun nəticəsində aralarında müqavilə imzalanır. Nazlı, müqavilənin şərtinə görə? Müqavilənin şərtinə görə bu Egey dənizində Əhəmənlərin hərb donanması üzə bilməzdir. Aha, bəli. Və bir də Kiçik Asiyada bütün Yunan mülklərinin müstəqilliyini tanıyır, yoxsa yox? Tanıyacaq, bəli, şərt bundan ibarətdir. Misirin ən inkişaf etmiş dövrü kimdən başlayır? İkinci Ramzesdə. Yox. Birinci tutmasından sonra başlayacaq. Bəs yaxşı, şimal sərhədlərini ilk dəfə Fərat çayına, cənub sərhədlərini isə Nubiyaya çatdıran? Birinci tutmas olmuşdu. Bəs yaxşı, Suriya bölünmüşdü kimlər arasında həmin dövrdə? Het padşahlığı ilə Misir arasında. Yəni, Misir hökmdarı kim idi? İkinci Ramzes. İkinci Ramzes. Eradan 1286-da. 1286-da dünya tarixində imzalanmış ilk beynəlxalq yazılı sülh müqaviləsi hesab olunurdu. Bəs dünya tarixində ilk dəfə yazılı qanunlar kimlər veribdi? Şumerlər. Şumerlərdə idi. Bəs ilk deməli ilk dəfə olaraq özləri üçün 12 lövhə qanununu hazırlayan hansı dövlət idi? Eradan 5-ci əsr Roma. 5-ci əsrin ortalarında Roma və amma bəzi maddələri hal-hazırda da istifadə olunur. Müəyyən təkmilləşdirilmiş qaydada hal-hazırda da istifadə edilmişdi. Canlı ölülər? Bu Misirdə qullar. Hilotlar? Yunanistan'da. Sparta'da. Sparta'daydı. Bəs Yunanistan'da necə adlanırdı? İnsan ayaqlı. Bəli, Qərbi Avropa dövləti nə zaman, bir dəqiqə, Avropa Hun dövləti nə zaman yaranmışdı? 4-cü əsrin 70-ci illəri. Bəli, bəs yaxşı, Qərbi Hun dövləti nə zaman yaranır? Mövcudluq dövründə? Qərbi Hun dövləti. Avropa ilə Qərbi deyil. İndi onları biz ayırdıq axı. De görüm Ayşə, nə demək istəyirsən? Səs açdım balan, sevindirdi mən, de görüm. İki hissəyə bölünür Hun dövləti. Aha, nə zaman? Əvvəl 8-də. Eradan əvvəl 8-də bölündə vaxta qədər mövcud oldu indi bu Qərbi Hun dövləti. Eradan əvvəl 36-cı ilə qədər idi, bəli. Nazlı, eradan əvvəl 36-cı ilə Roma Respublikası ilə mübarizə aparan dövlətlər. Albaniya ilə Atropatena. Biri də var. Ben müharibə demədim, amma mübarizə aparan dedim. Bəli, bir də Parfiya idi. Amma müharibə aparan dövlətlər desəydim, onda sadəcə, bəli. Nazlı, Mark Trayan yürüşləri 114-117. 114-117, 115-117-ci illərdə idi, amma ümumiyyətlə hansı ərazilər yürüş edib, əsas bunları soruşuram. Bu Kilikiyadı, sonra Ktesifon şəhərində də yürüş edir, amma geri çəkilməli olur. Ktesifon tutur, amma sonra möhkəmlənə bilməyəcək, geri çəkiləcək, bəli. Ktesifon haram paytaxtı idi? Parfiyadan sonra haram paytaxtı olur? Sasanilərin, ərəblərin Ktesifona yürüyüşü nə vaxt olur? Ktesifon döyüşü? 636. 37 deyək. 37, çünki 36 Kalisiya döyüşü idi, 37 Ktesifon. Bəli. Daha sonra, sonra hansı ərazilər getmişdi Mark Trayan? Mesopotamiya, tamam. Ərəbistan yarımadası. Aha. Mesopotamiya idi, Ərəbistan yarımadası idi, Qara dəniz Ladiyatı dəniz arasındakı ərazilər idi, Kiçik Asiyada Kilikiya idi, Parfiya üzərinə, deməli Roma Respublikası və Roma İmperiyası ortaq xüsusiyyət kimi Parfiya ilə mübarizələri olubdu hər ikisində. Müəyyən uğurlar belə əldə etmişlər. İndi düzdür, uğur da var, uğursuzluq da var təbii ki, amma ümumiyyətlə Parfiya ilə müharibələrini biz artıq buradan qeyd edə bilərik. Nazlı, Böyük Çin səddinin inşa olunması da, başa çatması da elə Sin sülaləsinin dövründə oldu deyə bilərik? Xeyr. Başa çatması çünki hələ davam edəcək, Han İmperiyasının dövründə də davam etmiş olacaq bu proseslər. İlk piramidaların inşası hansı dövrə düşür? Əvvəl 3-cü minillik. 3-cü minilliyin düz əvvəllərində təsadüf edir, birinci yarısı və ya da düz əvvəllərində olmuşdu. Dünyanın 7 möcüzəsindən biri sayılan piramida?
Xeopsun. Bəli, Xufu ehramı idi. Deyir, hətta öz dövrü üçün, öz dövründə nəzərdə tutsaq, bundan sonraki bir 3000 il ərzində ondan hündür bir bina dünya üzərində inşa edilməmişdi. Ona görə də dünyanın 7 möcüzəsindən biri sayılırdı. Katalan döyüşü nə vaxt olub? Yadından çıxacaq döyüş. Katalan döyüşü. 451. Aha. 451-də kimlər arasında? Bu Attila ilə Qərbi Roma. Qərbi Roma. Nəticəsi? Məğlub Attila qərbi qazanır. Amma geri çəkilməli olur. Aha. Əsaslı ciddi bir uğur heç kimdə olmayacaq. Sadəcə cüzi bir fərqlə Attilanı biz deyə bilərik, bəli. Amma geri çəkiləcək səbəb Bu xəstəlik yaranmışdı orada ona görə. xəstəliklər səbəbindən, bəli. Xəstəliklər səbəbindən tutduğu ərazini tərk edən hansı tayfalar var? Bu Mhm. Bərdə Bəli, Bərdə faciəsi Slavyanlar idi. Tamam. Amit döyüşü Dizrab döyüşləri nə zaman olmuşdu bu döyüşlər? 309, 371. 371. Bunlardan hansında Romalılar məğlub olmuşdu? Amitdə. Amit döyüşünə məğlub olmuşlar. Tamam. Daha sonra həmin vaxtda biz Qərbi Roma yoxsa Şərqi Roma deyəcəyik? Ümumiyyətlə Roma. Sadəcə Roma imperiyası ifadəsi işlədəcək. Çünki hansı dövrə qədər sadəcə Roma imperiyası işlədilir? 395. 395-də. Attila Qot tayfalarını cəzalandırmaq məqsədilə yürüş hazırlaşır. 452-də. Attilanın Bizansla mübarizədən başqa, döyüşdən başqa hər hansı bir diplomatik əlaqəsi olub? Elə olub. Nə kimi əlaqə məsələn? 447 ikinci yürüyüşü zamanı. Nə kimi diplomatik münasibət olubdu? Olmuyor. Kiminsə fikri var? Ticarət Bəli, ticarət əlaqələri olmuşdu, ticari münasibətlər vardı. Bəs yaxşı, Bizansla Sasanlərin ortaq düşməni söhbət hansı dövlətdən gedir? Deyir, Bizans ilə yürüş eləyir, sadəcə olaraq sonradan diplomatiya əl atır, çünki Sasanlərlə ortaq düşmən idilər. Göytüklər. Bəli, birinci Göytüşlərdən söhbət gedir xüsusilə. Həmin vaxtda Göytüş hökmdarı kim idi? Yavqusu kim idi? Muğanı idi, amma İstəmin dövründə oldu. İstəmin dövründə, Muğanın dövründə ilə sadəcə İstəmi həyata keçmişdi. Yavqu İstəmi idi və İstəmi həyata keçmişdi bu proseslər. Tamam. Bəs yaxşı, deyir Sasanlərin Cənubi Qafqazda möhkəmlənməsinin qarşısını almışdı. Söhbət kimlərdən gedir? Ərəblər. Ərəblər niyə? Xəzərlər idi, Xəzərlərlə bağlı qeyd olunurdu. Tamam. Bəs yaxşı Nazlı, Xəzər xaqanlığı nə zaman yaranıb? 650-ci illərdə təxminən. Bəli, 7-ci əsrin ortalarında ümumiyyətlə götürürük. Hansı dövlətin varisi idi? Göytüklər, Aşina Göytüklər. Göytüşlərin varisi hesab olunurdu. Xüsusilə də Qərbi Göytüşlərin varisi hesab olunur. Aşina soyundan idi. Aşina soyundan olanlar indi Xəzərlərdə başqa kimlər də var? Göytüklər də Uyğurlar. Uyğurlar yox. Göytüklər. Bir də Qaraxanlar. Qaraxanlarda da qeyd olunurdu. İndi Nazlı sənə bir sual verəcəm. Xəzərlərin və dövlət sərf ifadəsi işlətmirəm. Bizans və Sasanlarla mübarizəsi olub olmayıb? Ümumiyyətlə Xəzərlər. Fədayədən başqa deyə bilən var? Deyə görün Fədaya. 6-cı əsrdə Humbasi Bulqar səbəblərlə birlikdə Sasanlara hücum etmişlər. Azərbaycan ərazisinə ümumiyyətlə gəlmişdilər və həmin vaxtda Sasanlar onlarla mübarizə aparır, hətta sədlər inşa etdirmişlər. Bu bir məsələ və bir də hansı dövlətin tərkibində ümumiyyətlə Sasani Bizansla mübarizə aparıblar? İndi o dövlətin adını çəkdik axı. Testlərdə də belə olur. 5-ci sualın cavabı bir də gedib baxsan ki, 23-cü sualda var imiş əslində. Göytük. Göytüşlərdən danışaq. Bəs birinci Göytüş sistemi əvvəlcə Xəzərləri özünə tabe eləyəcək və istər-istəməz Göytüşlərin tərkibində olan zaman onların yürüşündə də iştirak etmişlər. İstər Sasanilərlə mübarizəsində, istər Bizansla mübarizəsində iştirak etmişlər. Amma Nazlı, Xəzər xaqanlığının Bizans dövləti ilə, Bizans imperiyası ilə ümumiyyətlə mübarizəsi olubdu. Xaqanlıq kimi. Sübut elə. Ki, həqiqətən də olub. Demişəm onu, dəfələrlə demişəm özdə. Azərbaycan içində mübarizələr olmuşdu. Aha, nə zaman? Bu Albaniya süqutundan sonra 705-dən sonra müharibə meydanına çevrilir. 705-dən sonra ola bilməz. 705-ə qədərki dövrdə. Cavanşirin ölümündən sonra. Sonra, bəli. Cavanşirin ölümündən sonra olmuşdu. 681-dən sonra mübarizə meydana çevrilmişdi. Xəzər xaqanlığı idi, Bizans idi, Ərəb idi. Ki, bu üç arasında. Və deməli biz həmin vaxtdan götürürük ki, Bizans imperiyası ilə Xəzər xaqanlığının, yəni bir dövlət kimi də mübarizəsi olmuşdu. Nazlı, o Antalya Rusiyanı, 381. Jaklar Rusiyanı, 388. hansında tələbnamə var idi? Bu Antalya'da. İlk dəfə olaraq feodal qaydalarına zərbə vurma cəhd göstərdi. Bu Antalya. Avropa tarixində. Yox. Kim deyər? Martin Luther. Thomas Müller. Thomas Müller. Thomas Müllerdir. Almaniyada kəndli üsyanı neçənci ildə? 25, 24, 25. 24-25-ci ildə bu Avropa tarixində ilk dəfə feodal qaydalarına zərbə vurmağa cəhd göstərilən üsyan idi. Sadəcə olaraq uğursuzluqla nəticələndi. Bəs yaxşı, Almaniya, Fransa, İngiltərə bu üçündə də kəndli üsyanlar olub da. Bunların hansında vəziyyət daha pis oldu son nəticəsi olaraq? Almaniyada. Bəli, Almaniyada son nəticə olaraq vəziyyət daha da pis oldu. Hətta azad olan kəndlər belə təkmil halına salınmışdı. Sabir, mərkəzləşdirilmiş İngiltərə dövlətinin əsası nə zaman qoyuldu və mərkəzləşmə prosesi nə zaman başa çatdı? İngiltərə əməli. Bəli, mərkəzləşmiş dövlətin əsası nə zaman qoyulur? 1300-lərdən əməli. Niyə? Qastings döyüşü nə vaxt olub?
1066. 1066-cı ildə burada mərkəzləşmiş İngiltərə dövlətinə əsası qoyulur. Hətta bundan bir il qabaq süqut edən Azərbaycan dövləti. Rəvadi mənim. Rəvadilər dövləti idi. Bəs mərkəzləşmə prosesi nə zaman başa çatacaq? Neçənci əsrdə? 13-cü əsrdən 13 yox. Həm Fransa, həm İngiltərə ortaq xüsusiyyətdir ki, bu dövrdə mərkəzləşmə prosesi başa çatır artıq. Deyin. 15-ci əsrin sonlarında və hətta İngiltərədə artıq vahid daxili bazar sistemi formalaşacaq, vahid dil birliyi yaranmış olacaq. Çünki onlar normallarla qaynayıb qarışırdılar axı. Normallarla birləşməsi, qaynayıb qarışması 12-ci əsrdə bitir. Amma vahid dil prosesi də 15-ci əsrin sonlarında artıq birləşmə nəticəsində idi. Sabir reformasiya prosesi nə zaman başlayıb? Avropada reformasiya. Mart 2004-də idi mənim. Yəni 1517-də. 1517-ci ildə başlamışdı. Bəs reformasiya gedişatında yaranmış yeni kilsələr. Əvvəl protestan kilsəsi, sonra ad dəyişir olur Lüteran kilsəsi. Neçənci ildə adı dəyişəcək? Lüteran kilsəsi olacaq. Katolik kilsəsinin parçalanması nə zaman rəsmiləşdirilir? 1555 Augsburg müqaviləsi ilə. Bundan sonra olur Lüteran kilsəsi. İngiltərədə hansı kilsə yaranmışdı Sabir? Kilsələri bilməz baxın. Niyə? Reformasiya proses gedişatında yeni kilsələr meydana gəlmişdi. Fransada yaranır, Almaniyada yaranır, İngiltərədə yaranır. Fransada deyin görün hansı kilsə idi? Kalvinizm, bəli, Kalvinizm sistemi, Kalvinçilik yarandı orada. Bəs İngiltərədə? Bəs mənə deyin görüm, hansı dövlət idi ki, Anglikan kilsəsi idi, bəli, hansı dövlət idi ki, deyir, qanunverici orqanın köməkliyi nəticəsində kral kilsə başçısı olacaq. Elə İngiltərədə Anglikan kilsəsinin nəticəsində idi. Tamam. Sabir, qalxan pulu vericisi hansı dövlətdədir? İngiltərədə. Avropada ilk dəfə muzlu qoşun sistemi harda təşkil edilib? İngiltərədə. Yox, Avropada ilk dəfə. Kim deyə? Fransada. Romada, Roma Respublikası dövründə idi. İlk dəfə Avropada o dövrdə idi ki, deməli, muzlu qoşun sistemi təşkil olunmuşdu eradan əvvəl 2001-ci əsrlərdə, 2-nin sonunda 1-in əvvəllərində. Yaxşı, bəs Sabir, Kresi və partiya döyüşləri 100 illik müharibə gedişatına baş vermiş döyüşlər? Ajançur döyüşü olurdu. Yox, Kresi və partiya döyüşləri. 1346, 1356. 1346, Kresi 1356 partiya döyüşləri. Bəs hərçisinin ümumi nəticəsi? Məğlub olur Fransızdan. Fransa hərçisinə məğlub olacaq. Bunlardan birində hətta deyir ki, kral əsir götürüləcək. O ikinci işlərdən əlfayət edir. Bəli, ikinci ümumiyyətlə bu partiya döyüşündə idi ki, ondan sonra kral belə əsir götürülmüşdü. Tamam. Axunlarda hansı hökmdar idi ki, Turan taktikasından istifadə etmişdi? Turan taktikasından? Aha. Mihraqul idi məli. Yox, ondan qabaqçı adı çəkilən. Axsuvar. Axsuvar xan idi. Eftallar dövlət kimi tanınan dövlət? Hələ Axun idi. Axun dövləti idi, xüsusilə 5-ci əsrdən. Bəs Axun dövləti kimə qarşı mübarizədə öz dövlətini yaradıb? Axunla. Ən çox mübarizəsi hansı dövlətlə olur onların? Sasanlərlə. Sasanlərlə, bəli, Sasanlara qarşı mübarizəsində öz dövlətlərini yaratmış olacaqlar. Tamam. Daha sonra, bəs yaxşı Sabir, Justinianın, Bizans İmperatoru Justinianın yürüşlərindən mənə deyə bilərsən hansı ərazilər yürüş edibdir? Zəhra deyə bilər? Afrikanın şimal Afrikanın şimalında hansı dövlət idi? Varlığına son qoyur. varlığına son qoydu. Dəqiqə. Məsələn, Tez deyin. Vandal kral. Vandal krallığı idi, bəli. Daha sonra, Sonra dəqiqə Oskot krallığı var idi. Sonra Oskotlarla mübarizə sonra sonra başqa Sasani ilə mübarizə var. olub, sonra. Sasanlar da hətta neçənci ilə müqavilə imzalamışdı? 532. Həmin vaxtda Sasan hökmdarı kim idi? Dəqiqə Sasani 532-də. İkinci şəxs yox. Xosrow və Şiravan idi. Xarici siyasətdə Bizansla mübarizə ilə yadda qalır. Sonra Sonra başqa İtaliya, İspaniya bu ərazilərdə hər hansı bir torpaq ələ keçirdi? Hə, İtaliyada Oskotu elə İspaniyada ələ keçirmişdi. İspaniyada da bir sıra ərazilər tutmuşdu. Sabir, həmin vaxt İspaniyada ərəblər var idi? Necə mənim? İspaniyada həmin vaxt ərəblər var idi. Deyə bilərik, ərəblərlə mübarizə apardı İspaniyada. Tamam bax. Aparmışdı mənim. Ərəblərlə. Yox, aparmadı. Aparmayıbdı. Ərəblər ümumiyyətlə İspan torpaqlarına nə vaxt gedirlər? Mənim 732-ci partiya döyüşü olur mənim. Onda da ki qarşıda almışlardı onu. İspaniya. Yox, o Qərbi Avropaya doğru yürüşlərdi, amma İspaniya faktiki onlar gediblər axı. Nə zaman? Kömək edin görüm nə vaxt getmişdilər? Aha, bəli. 711-ci ildə idi. Deməli, İspan torpaqlarına gedəcəklər. Pireneya adasını tutacaqlar. Burada hətta hansı tayfalarla da mübarizəsi olmuşdu? Xalqların böyük köçü zamanı gedib o ərazidə məskan salmışlar. Bir hissəsi oradaydı. Bir hissəsi oradaydı. İspaniyadan hansı tayfalar idi? Veskotlar idi. Onlarla gedib mübarizə aparmış tərəflər və hətta İspaniyada hansı əmirliyin əsasını qoyurlar? Yox, Kordova əmirliyi. Bəli, Kordovanın əsasını qoyacaqlar. Amma Kordova əmirliyinin Kordova xilafətinə çevrilməsində nə vaxt deyirik? 750-ci ildə deyəcək. Baxın, əmirlik başqadır, xilafət başqadır. Əmirlik daha kiçik bir formada gedir, xilafət isə artıq böyük bir termin kimi gedir. 750-ci ildə Sabir hansı sülalənin dövrü başa çatdı tərəflərdə?
Əməvilər də. Əməvlərin dövrü başa çatdı. Hansı üsyan idi? Ki, böyük bir üsyan baş verdi. Bu üsyan nəticəsində Əməvilər devrildi. Sonra Abbasilər gələcək və deyir hətta Abbasilərin hakimiyyətini qəbul etməyən Əməvilər belə gedirlər Kordovaya və orada əmirlik xilafətə çevirirlər. Üsyan orada ki, mən Bəli, Mərkəzi Asiyada böyük bir üsyan idi. Deyin görüm hansı üsyan idi o? Əbu Müslim. Əbu Müslim üsyanı idi, bəli. Birdən Əbu Müslim üsyanı çaşdırmaq məqsədilə sizə Əbu Musa üsyanı yazarlara qarışdırmayın. Əbu Musa üsyanı olubdu, amma biz artıq onu keçmirik. Neçə illərdə o dərsliklərdən çıxarılıbdı. Biz onu keçmirik. Yəni Əbu Müslimi götürüb çaşdırmaq üçün birdən o açıq suallarda ən çox salırlar belə bir ifadələri. Yəni çaşdırmaq məqsədilə yaza bilərlər də. Nəzərdə saxlayın ki, Əbu Musa deyil. Əbu Müslim üsyanı Mərkəzi Asiyada baş verdi. Və bu üsyan nəticəsində deyir Abbasilərin hakimiyyətini qəbul etməyən Əməvilər getdilər İspaniyaya və Kordova əmirliyini xilafətə çevirdilər. Və nəzərinizdə saxlayın. Kordova əmirliyinin yaranması deməli, əmirlik də xilafət İspaniyadadır. Ümumiyyətlə Pirneyamada əhatə edir. Amma əmirliyin yaranması Əməvilər sülaləsinin hakimiyyət dövründə idi və Əməvilər tərəfindən yaranıb. Xilafətə çevrilmə yenə Əməvilər tərəfindən çevrilib, amma Abbasilərin hakimiyyəti dövründə. Bax, bu şeyə diqqət edin. Hakimiyyət dövrü bu dəfə Abbasilərin dövrü idi. Talas döyüşü yadında da Sabir. 751-də. 751-ci ildə kimlər arasında olmuşdu? Burada əvvəl qalib gəlmişdi. Prosto da çevirmirlər, də geri çəkilirlər. Kim üzərində qalib gəlmiş? Kimdən olmuşdu mübarizə? 751-də deməli. Uyğurlar üzərində idi. Yox. Deyin görüm. Çin Çin üzərində idi. Sadəcə olaraq Uyğurların adı burada niyə çəkilir? Çünki deyir ki, ərəblər qalib gəlsə də geri addım atırlar və həmin o tutmaq istəyib də tutmadığı torpaqları sonra gedib Uyğurlar fürsət bilib onlar ələ keçirdəcəklər. Çin ərazisini onlar tutmuş olacaqlar. Tamam. Daha sonra ilk dəfə olaraq coğrafi keşiflər kim başlamışdı? Dediyi hansı dövlət başlamışdı ilk dəfə? 92-ci ildə. Yox, ondan qabaq. Ümumiyyətlə. Portuqaliyadır yoxsa İspaniyada başlayan? İspaniyadır, Portuqaliya. Portuqaliyadır. Bəs ilk milli sərhədlərini müəyyən edən dövlət hansı olub? O da Portuqaliyadır. Yenə də Portuqaliya idi. Portuqaliya niyə birinci növbədə başlayır yürüşlərə? Portuqaliya. Çinarə səbəb desin. Coğrafi keşiflər ən çox ikinci qruplara düşür sual. Bir dənə sual mütləq düşür. Ərazi işğal eləmək üçün. Həm də ki, donanması yaxşıymış eləmişdi axı. Dənizin qırağında diyarlı ölkəsi. Bəli, onlar ümumiyyətlə onlarda əkinçilik üçün yararlı torpaqlar yox idi. Onlar daha çox ticarət, dənizçilik, bu sistem onlarda inkişaf etmişdi. Səlib yürüşləridir, coğrafi kəşflərdir. Bunların hər ikisində də məsələn ortaq olaraq deyə bilərik dini amildən istifadə olunub. Deyə bilərik. Bəli, deyə bilərik dini amildən istifadə olunmuşdur. Çünki məqsədlərindən biri də tutduğu ərazilərdə xristianlıq dininin yayılması idi. Böyük Səlcuq dövlətinin mövcudluq dövrü. 1038, bir də 1200, 1226 idi. Yox. Niyə 1226? Deyin. 1157. 1157-ci ildə idi. Aha, bəs yaxşı, Sultan Toğrulun hakimiyyət dövrü mənədir? 1038, Sultan Toğrul. 1063 sonu 1040-dan götürəcək. Bax, bu sizi çaşdırmasın. Sultan Toğrul yazılsa, başlıq bunu versələr, biz avtomatik olaraq 1040-dan sonra gəlsələr, yəni ora qədər olan dəndənəçən vuruşması və hətta Mərv qurultayının özüdür, biz bunu götürməyəcəyik. Qətiyyən ha. Çünki bu hadisələrdən sonra Mərv qurultayına toplantı çağırılır, qurultay çağırılır. Ondan sonra Sultan Tutunu götürmüşdü. Yəni buna da xüsusilə diqqət edin. Bəs yaxşı Səlcuq dövlətinin varlığına kimsə son qoydu yoxsa özü süqut etdi? Özü süqut elədi. Da ümumiyyətlə o vaxtilə olmuş prosesdən təsir oldu və özü-özünə süqut etmiş oldu. Nurtən. Qızıl Ordu dövləti hansı dövrlərdə mövcud olub? 1240-dan 15-də kimi. 1243-dən 1502-ci ilə qədər. İndi illər yazılmır, sadəcə 13-cü əsrin 40-cı illəri və 16-cı əsrin 1-ci yarısı olaraq biz qeyd edirik. Bəs yaxşı Qızıl Ordu dövlətinin tənəzzülünün başlanğıcı nə zaman qoyulur, parçalanmasının başlanğıcı nə zaman qoyulur? Tənəzzülü 1350-ci illərdən, parçalanması 15-ci əsrin sonları. Deməli, yaxşı Sabir. Tənəzzülü 1359-cu ildən idi. 1359-da hansı sülalənin dövrü bitdi? Hansı nəslin dövrü bitdi? Cuci. Bəli, Cuci nəslin dövrü bitmişdi. Bərdibəyli son nümayəndəsi, hansı ki Azərbaycana gəlmişdi. Canı bəy öz oğlu Bərdibəy qoymuşdu bizdə. Amma Canı bəyin ölüm xəbərini eşidir, geri qayıdacaq və taxta əyləşir. Tamam. Bəs yaxşı hansı dövrdə də dedim parçalanmanın başlanğıcı qoyuldu? Orada 15-ci əsrin sonlarında. Yox, başlanğıcının qoyulması. Deyin görək. Parçalanması 14-cü əsrin sonlarında. Deyin görək başlanğıc. Bəli, Terek döyüşü 1395-ci ildə bununla parçalanmanın başlanğıcı qoyulur. Amma 15-ci əsrin ortalarında artıq rəsmi olaraq hansı dövlətlər yaranacaq? Qazan, Həştərxan, Cənubi ilə başlayan. Sibir idi, Krım xanlığı idi, Noqay ordusu idi. Bəli, bu dövlətlər yaranmış olacaq. 15-in ortalarında hamısı türk mənşəli dövlətlər idi və hər birində varlanan Ruslar tərəfindən son qoyulmuşdu. Biz deyə bilərik, Çar Rusiyası tərəfindən varlanan son qoyulmuş deyə bilərik. Səlcuq imperiyasının paytaxtları, dövlətin paytaxtları ümumiyyətlə. Səlcuq birinci yaradandı Nişapur, Rey, İsfahan. Nişapur idi, sonra Rey, sonra da İsfahan. İsfahana köçürdən kim olmuşdu? İsfahanı köçürdən ki, Qızıl Arslan. Yox, çiçəkləmə dövüşü nədir? Qızıl Arslan özü bunlarda olmayıb, bunlar da Alparslan idi. Qızıl Arslan da deyildi. Məhəmməd Canı bəli. Yox, mən qalxdım. Sən nə dənizlərə getdin çıxdan? Məlikşah idi. Məlikşahın dövründə idi. Tamam. Kosova döyüşü kimlər arasında olub və nəticəsi? 1380-ci ildə idi. Teymur toplanmışdı. Kosova döyüşü. Atlas deyə bilərsən? Nazlı.
Bəh, 756-ya bax. 1389'daydı. 1389 kimlər arasında olub? Orada Toxtamış məğlub eləmişdi. Deyin, görüm çıx Toxtamışla. Toxtamışla əlaqəsi yoxdur, deyin. Serbiya ilə Osmanlı arasındaydı. Osmanlı Sultan kim idi bu vaxtda? 1-ci Murad. 1-ci Murad idi, bəli. Və döyüşdən sonra Serbiyanı tamamilə fəth edir, ondan sonra 1-ci Murad öləcək. Növbəti əməliyyatı kim davam etdirir? 1-ci Bəyazid. 1-ci Bəyazid edir. 1-ci Bəyazid hansı ərazini tamamilə fəth edəcək? Bilmirəm. Deyin görüm. Ən böyük uğuru Bolqarıstanı. Bəli, xaçlı dəstələrlə mübarizə neçənci ildə? 96 hansı döyüş? Niqbolu döyüşü. Bəli. İndi mənim suallarıma bir-bir cavab verin. Sual ümumi olacaq. Serbiyanın muxtariyyəti. 1878. Muxtariyyət. 1829, bəli, Ədirnə sülhü ilə. Bəs yaxşı, Serbiyanın müstəqilliyi 78. 1878, yəni Berlin Berlin Kongresi ilə olmuşdu. Bolqarıstanın asılı knyazlığa çevrildi. 1812. Bolqarıstan asılı knyazlığa çevrildi. Elə Berlində idi. Ədirnə nə zaman Osmanlının əlindən çıxar? Sonra da geri qaytaracaq. Bəli, birinci Balkanda itirəcək, ikinci Balkanda tutacaq. Bəs bu Bolqarıstanla Osmanlının növbəti bir döyüş əməliyyatı olur. 1-ci Balkanda. Birinci Balkanda, bəli. İkinci Balkanda deyil olacaq da. İkinci Balkanda da fürsətdən istifadə yenə mübarizə aparacaq və deməli Ədirnəni geri qaytaracaq. Bolqarıstanla bəs müttəfiqliyi nə vaxt olub Osmanlının? Ay sağ, Birinci Dünya Müharibəsində. Tamam, bunları da yadda saxlayın. Daha sonra Nurten, Konstantinopolun fəthi Konstantinopol 1451. 53. 53-cü ildə. Bəs yaxşı, Böyük Karlın da İspan torpaqlarına yürüşü olub, düzdürmü? Bəs burada Böyük Karl, indi Yusiniyanı biz dedik ki, ərəblərlə mübarizə aparmıyorduk. Çünki həmin vaxtda hələ ərəblər yox idi orada. Ərəblərin də gedişi 711 dedik. Bəs yaxşı, deməli Böyük Karlın özü bəs İspaniyaya yürüş edən zaman orada ərəblərlə mübarizə aparıb yoxsa yox? Aparıb. Aparıb. Orada həmin vaxtda hansı ərəb sülaləsi idi? Orada mövcudluğunu... Yox. Əməvilər idi. İspaniyada yaşayan əməvlərdir. Deməli, Böyük Karlın əməvlərlə mübarizəsi var. Əməvlərin hakimiyyət dövrü yoxdur. Hakimiyyət dövrü bitir. Çünki 768-də gəlir öz hakimiyyətə. Sülalə kimi əməvlərlə orada mübarizə aparıb. Hətta hansı dini belə yaymışdı orada? Hristiyanlıq sadəcə bir hissəsində. Pirneyamdasın şimal hissəsində. Sadəcə Hristiyanlıq dinini yaymışdı. Bax, belə şeylər diqqət edin. Amma Abbasilərin münasibəti necə olmuşdu Böyük Karlın? Bəli, diplomatik əlaqələr. Deməli, sülalə kimi, bir tayfa kimi əməvlərlə mübarizəsi var. Amma Abbasilərlə diplomatik bir münasibətləri olmuşdu. Tamam, Monqol dövlətinin əsası nə vaxt qoyulub Nurten? 1206'da. İlk paytaxtı? Qaraqorum'da. Peki, yok Qaraqorum. Qaraqorum şəhəri idi. Bəs yaxşı, Qaraqorum qurultayı nə vaxt keçirilib? 1235'ten. 35-də hansı istiqamətdə yürüş nəzərə alınmışdı burada? Bilmiyorum. Tez deyin. Pakistan falan. Pakistana bax. Avropa tərəfi. Aha, Qərbi Avropa istiqaməti, Mərkəzi və Qərbi Avropa istiqamətində idi. Cənub Şərqi Avropa daha doğrusu bu istiqamətlərdə yürüş planlaşdırılmışdı. Tamam. Pakistan dövləti nə vaxt yaranıbdı? Orada birinci adam var idi. Deyin görüm Pakistan dövləti nə vaxt yaranıb? Pakistan 1947. 47 Hindistanın parçalanması nəticəsində bir tərəfindən Hindistan dövləti, bir tərəfindən Pakistan dövləti yarandı axı. 1956-da respublika olurdu, Dəniz, respublika. Yaranmasını mən soruşdum. Yaxşı. Pakistan xalqının meydana çıxmasında kimin rol olmuşdu? Babur. Bəli, Babur Şahın rol olmuşdu Pakistanın meydana çıxmasında. Sonra Nurten, Pekin şəhərini paytaxtı çevirən kim oldu Monqollarda? Mamay Xan. Mamay Xan Qızıl Orduda ordu başçısı idi. Xubilay xan hansı sülaləndə gətirmişdi hakimiyyətə? Yuan sülaləsi. Dehlidə hərbiçilərin köməyi ilə hakimiyyətə gələn kim olub? Dövlətin parçalanmasına qarşısını alır. Orada gəlib sülalənin də dəyişir. Deyin görün, yox, heç bir sülalə dəyişmir. Qiyasəddin Balabani idi, bəli. Qiyasəddin Balabani. Anladım, xərcəndə sülaləsi hakimiyyətə gəlmir. Mən sülalə hakimiyyəti demədim axı. Mən dedim, hərbiçilərin köməkli ilə hakimiyyətə gəlib, dövlətin parçalanmasının qarşısını aldı. Mən Xələsdən danışmıyorum axı. Mən Qiyasəddin Balabandan soruşurdum, onun dövrünü soruşurdum. Bəs yaxşı, Dehli Sultanı da hansı nümayəndə idi ki, tamamilə Monqolların yürüşlərin qarşısını alacaq? Orada kürəkəni ev tutmuş məncə. Tamamilə. O Əlaydın Xəlcədə. Əlaydın Xəlcənin zamanındaydı. Bəs yaxşı, hansı Dehli nümayəndəsi sultan titulu verilmişdi ona? Ev tutmuş idilər. Niyə görə? Kim tərəfindən verilmişdi və niyə verilmişdi? Bilmirəm çünki. Nazlı desin görüm. Abbasi xəlifəsi. Abbasi xəlifəsi tərəfindən. Nazlı niyə, hansı məharətinə görə verilmişdi? Hindistana uğurlu görüşləri. Sultan Mahmud Qəznəliyə də ona görə verirdi o titulu. Samanilər dövlət süqut etdi Nurten nə zaman?
999'da. Kim tərəfindən, hansı dövlət tərəfindən varlığına son qoyulur? Qaraxanlı, Və yaxşı sonradan o torpaqlar kimlər arasında bölüşdürüləcək? Qaraxanlı Qəznəli. Gəznəlilərlə bölüşdürülmüş olacaq, tamam. Və yaxşı burada Əfqanistan idi, Xuzistan idi, Sistan idi. Bu kimi torpaqlar kimə keçir? Xaricin torpaqlar. Qəznəliyə. Qəznəliyə keçmiş olacaq. Yaxşı, deməli. Söğütlü hansı dövlətin paytaxtı olub? Osmanlıların. Osmanlılardaydı. Osmanlılarda möhürdar kim idi? Sultan möhürdarı. Sənətləri. Deyin görüm kim idi? Vəzir. Vəzir idi, baş vəzir. Bəs yaxşı Qaraqoyunlu Ağqoyunlarda möhürdar kim idi? İkinci Əmr Əlnarı. Deyin görüm. Vəzir. Baş vəzir idi. Ortaq xüsusiyyət orada da baş vəzir idi. Teymurlar imperiyası, Teymurlar dövləti daha doğrusu neçənci illərdə mövcud olub? 1370-1507. 1507-yə qədər. Zəhra 1507-də kimlər tərəfindən varlığına son qoyuldu dövlətin? Teymurları. Teymurlar varlığına son qoyan nümayəndə, bəli. Deyin görüm. Şeybanlar. Şeybanilər. Bəs yaxşı həmin vaxtda Teymurlar kim himayə eləyirdi? Deyin. Səfəvilər. Bəli, Səfəvilər. Biz elə deyə bilərikmi ki, Səfəvlərin Şeybanilər nəslində ilk mübarizəsi bu dövrə düşür? Bəli. Bəli, 1510-dan qabağa düşür. 1510-da əsaslı döyüş idi, mərd döyüşü, amma 1510-dan qabağa düşmüşdü. İlk mübarizələr bu dövrdən götürəcəyik. Cəlali təqvimi hansı nümayəndəyə aiddir? Türk nümayəndəsi, Türk astronomu. Uluq bəy. Yox, Cəlali təqvimi. Deyin, həm şair olub, həm astronom, həm riyaziyyatçı. Uluq bəy. Dedi də olub bəy. Xəyyam Ömər Ömər Xəyyam idi. Tamam, Şərqin İlk-Ali Tədris Mədrəsəsi Mədəniyyətdən verirsin. mədəniyyətdən də verirəm. Vermişəm, deyil mi? Nizamiyə. Nizamiyə Mədrəsəsi hansı sultan tərəfindən? 1066 kimi idi həmin vaxt? Alparslan tərəfindən idi, bəli. Cənnət qəbizləri Zəhra. İlk dəfə cənnət qəbizlərindən istifadə olunub nə zaman? İndulgensiya. İngiltərədəydi. Çıx Sabir. İlk dəfə cənnət qəbizləri. 11-ci əsr. Sağ. Yəni 12-ci əsr. 11-ci əsrdə hansı hadisələr zamanı istifadə olunmuşdu? Deyin görüm. Reformasiya. Reformasiya 1517-də də deyin görüm hansı hadisə nəticəsində istifadə olunub ilk dəfə? Almaniyada. Kilsən parçalanmasından sonra. Birinci sərf yürüşləndi. Bəs Papa dedi axı kimlər buranı alsa cənnətə gedəcəklər birbaşa. Kimlər Qüdsələ keçirsələr. İlk dəfə orada istifadə olunubdu. Bəs yaxşı, Zəhra. Neçənci ildən etibarən reformasiya prosesi artıq bax belə deyək, feodal qaydalarına qarşı da bir çıxış xarakter daşıma başladı. Yəni o dövrə qədər yalnızca dini bir xarakter daşıyırdı. Ondan sonra artıq dəyişir, qaydalar dəyişir və hətta feodal qaydalarına qarşı belə mübarizə xarakterinə çevrilmiş olacaq reformasiya. Bayaq ondan danışmışdıq. Kim deyər? Thomas Müller. Bəli, Thomas Müller. Çünki kəndli çıxışlar olacaq axı. Məsələn, 1524 bu kəndli üsyanlarına biz Martin Luther başçılıq etdi deyə bilmərik. Martin Luther mübarizəsi yalnızca kilsəyə qarşı idi. Heç dinin özünə qarşı da deyildi. Ancaq kilsəyə, papanın siyasətinə qarşı idi. Amma Thomas Müller də artıq bu feodal qaydalarına qarşı belə baş vermiş olacaq bu çıxışlar. Zəhra, İngiltərə vətəndaş müharibəsi, yəni hakimiyyət onda 30 illik mübarizə. 1618-16. Yox, İngiltərədə. Alqızıl Alqızıl müharibəsi ki, feodal nəsil arasında hakimiyyət onda mübarizə gedir. Buna biz vətəndaş müharibəsi deyə bilərik. 55-85. 1455-1485-ci illər nəticədə hansı sülalə gəldi hakimiyyətə? Alqızıl. Yox, mən sülalə onu demirəm. Hansı sülalə gəlir hakimiyyətə 1485-dən? Tudorlar sülaləsi gələcək. Tudorların qızıl dövrü kimin dövrüdür? Henrik'in. Hansı Henrik'in ay Zəhra? Elizabeth. Yezavetan dövrüydü. Yezavetan zamanıdır. Qızıl dövrü onun dövrüdür. Yezavetan hansı Azərbaycan dövlətlər ticarət müqaviləsi olub? Səfəvlər. Səfəvlərdə kimin vaxtındaydı? Birinci Təhmasibin vaxtındaydı. Zəhra, 4-cü sərf yürüşü digərlərindən fərqləndir. 4-cü sərf yürüşündə burada şey yaratmışlar. Dövlət yaratmışlar. Yox, saçdım. O oxşardı. Dövlət orada da yaranıb, birincidə də yaranıb. O oxşardı. Fərqli. Üçüncü ildə Kentin özü şəxsən Papanın özü şəxsən başlıq elirdi. Bu bir sonra. Dəniz yolu ilə yürüyüş var idi. Dəniz yolundan istifadə sonra. Sonra başqa Əlavə. Həqiqətən burada. İsyan. Bütün çıxışlar hamısında olur demək olar ki. O fərqləndirmir ki. Sonra. Misrə planlaşdırılmış qaldırılması. Misir istiqamətində planlaşdırılmışdı, amma fikirlər dəyişilir. Sonra. Vergilərin artırılması. Vergilərin artırılması, bəli. Bu yürüşdə artıq bu maskaları Bəli, bəli. Əsl niyyətləri bəlli olmuşdu burada. Bunlar fərqləndirən amillərdir. Papa 3-cü Innokentinin hakimiyyətini qəbul etmiş, vassallığını qəbul etmiş krallar. Hansı dövlət nümayəndələri idi Zəhra? Bir də sual. Papa 3-cü Innokentinin vassallığını qəbul etmiş 3 dövlət. Danimarka, İngiltərə, Polşa. Danimarka idi, bəli, Polşa idi və bir də İngiltərə idi. Daha sonra
Bəs Zəhra Böyük Moğol İmperiyası, Moğol dövləti daha doğrusu əsas nə vaxt qoyulub? 1526. Bəs imperiya çevrilmə kimin dövrünü götürəcək? Neyi? İmperiya çevrilmə kimin dövrünü götürəcək? Əkbər Şahın. Əkbər Şahın zamanındaydı, bəli. Bəs yaxşı, Moğol dövləti mərkəzləşmiş dövlət sayılır yoxsa yox? Dəqiqə sayılır da. Yox. Sayılır. Məsələn. Məsələn, deyə bilərik Əkbər Şahın zamanında artıq bütün Hindistanı bir mərkəzə birləşdirdilər və oldu mərkəzləşmiş dövlət. Deyəcəyik? Bütün Hindistan'da ve bunlar da Şimanlı birleştirirler. Deyin görüm deyə bilərik yoxsa yox? İsrailin də birləşdirir. Aha. Əkbər Şahda yox, Əkbərin varislərinin dövründə. Bəli, Moğol dövləti mərkəzləşmiş dövlətdir, amma Əkbərin zamanında deyildi. Əkbərin varislərinin zamanındaydı ki, böyük bir, elə ki, mərkəzləşmiş bir dövlətə çevrilmiş olacaq. Amma ümumiyyətlə mərkəzləşmə, daha doğrusu imperiya çevrilmə prosesi onun zamanında olmuşdu. Daha sonra Agra şəhəri hansı dövlətə paytaxt olub? Agra. O elə şeydə Moğolda. Elə Moğoldaydı. Bəs Uğra görüşü nə vaxt olub? Uğra görüşü 1400 Deyin görüm düz gəlirsən, amma gedə bilmirsən. 1480. 1480-ci ildə idi. Hardaydı? Hansı dövlətdə idi? Yok. Qızıl Ordudaydı. Döyüş oldu yoxsa görüş oldu sadəcə? Görüş oldu sadece. Aha, heç döyüşü də gözləmədi, heç görüşü də gözləmir. Rus qoşunları gəlib çatana yaxın geri qayıtmış olacaq Əhməd Şah. Əhməd Sultan. Şah neymiş? Bəs yaxşı. Ondan 5 il qabaq hansı Azərbaycan dövləti ilə danışıqlar aparıb cənub sərhədlərin təhlükəsizliyini təminat altına almışdı Qızıl Ordu? 1471'de Ağoyunlu. Ağqoyunlular idi. Həmin vaxt Ağqoyunlular kimlər kim idi? Uzun Həsən. 13-cü əsrin sonlarında deyir ki, Uzun Həsəndə, 13-cü əsrin sonlarında bütün Şimali Fransanın ən yaxşı inkişaf etmiş iqtisadi mərkəzi olan şəhər. Paytaxt şəhər hansıdır? Fransanın paytaxtı. Paris şəhərdə Fransanın birləşmə prosesi nə zaman başlamışdı? 1966'da. Fransanın, o İngiltərə idi. Deyin görüm. 12-ci əsrin düz sonlarından başlamışdı. Şimaldan yoxsa cənubdan? Şimaldan. Şimaldan başlamışdı. Bəs cənubdan birləşmə nə zaman başlayır? 13. 13-cü əsrin əvvəllərindən başlamışdı. Zəhra, Hə? 2-ci Henrik hansı dövlətin nümayəndəsidir? İngiltere. Bəs yaxşı 2-ci Henrik xarici siyasət hansı dövlətlə mübarizə aparıb? Xarici siyasətdə. Tez deyin görüm hansı dövlətlə? Hətta deyir ərazilər belə də keçirmişdi. Fikir verməmişsiniz o cümləyə. Bəli, Fransa idi. Fransa ilə. Həmin dövrdə zaten ən çox mübarizələr Fransa ilə olur. Kapetiklər sülaləsi harda olub hakimiyyətdə Zəhra? İngiltere'de. İngiltərədə olmuşdu. Suallar ümumi yox, bircə dəqiqə Kapetiklər Fransa'da. Fransada olmuşdu. Nə zaman gəlmişdi hakimiyyətə? 987. Bəli, 10-cu əsrin sonlarında. Bəli, indi dövrlərini çıxardıblar sadəcə. Biz deyəcəyik 10-cu əsrin sonlarında. Nə vaxt gəldi, nə vaxt getdi bilmirik. Gəlişləri 10-cu əsrin sonlarında. Vəssalam. Mən də deyim görüm suallarım ümumi gedəcək. Romadan sonra ilk dəfə Qərbi Avropanı birləşdirən kim olmuşdu? Böyük Karl olmuşdu. Bəs yaxşı qədim Roma, bütün Avropa deyil, Qərbi Avropanı. Bəs yaxşı Romadan sonra ilk dəfə Avropada siyahıyanma siyasət keçirdən kim olur? Ludwig. Kim? Wilhelm. Bəli, Normandiyalı Wilhelm idi. İngiltərədə. Bəs yaxşı Roma imperiyasını bərpa etməyə cəhd göstərən kim olmuşdu? Justinian idi. Aha, Roma quldarlıq qaydalarını və vergi sistemini bərpa edən kim olmuşdu? Bu da böyük bir narazılığa səbəb olur. Elə Justinian idi. Bəs yaxşı Bizans imperiyasını bərpa etməyə cəhd göstərən kim olmuşdu? Yekaterina idi. Yekaterina, ikinci Yekaterina o cəhd göstərmişdi. Bacara bildi mi? Xeyr, bacara bilmədi. O telefonla naz oynayır. Bacara bilmədi, baş tutmadı bu proses. Avropada feodal dağınıqlıq dövrü. 9-11-ci əsrlər. Həmçinin 9-11-ci əsrlər kimlər yürüş dövrlərdir? Azərbaycanda da feodal dağınıqlıq dövrüdür. Kimlərin yürüş dövrüdür? Vikinglər. Vikinglərin Amerika arasında bir məskən salması? 1000-ci ildən etibarən, bəli. Deməli, merkantilizm siyasəti hansı dövrdən meydana çıxıb? Coğrafyaçıların nəticəsində, xüsusilə 17-ci əsrdən sonra daha çox biz onun adını çəkirik. Merkantilizm daxili ticarəti himayə etməkdir yoxsa xarici ticarəti? İdxalı məhdudlaşdırır yoxsa genişləndirir? İdxalı məhdudlaşdıracaq. Hansı siyasətlə ortaq cəhət kimi götürə bilirik biz bunu? Proteksionizm siyasəti. Bəs yaş merkantilistdə bir dənə fərqli fayda var. Nə ehtiyacı? İkisində də var ixrac artımı. Nə ehtiyat var burada? Hansı ehtiyatlar? Qızıl ehtiyatları, bəli. Biz də qızıl sözünə görə biz fərqləndirəcəyik merkantilist siyasəti, proteksionist siyasəti. Amma belə ümumilikdə oxşardır. İlk dəfə olaraq biz hansı dövlət nümayəndəsi deyirik ki, İngiltərə nümayəndəsi Şimali Amerikaya səfərlər etmişdi və hətta istəyirdi ki, koloniya salsın, amma ölümü imkan vermir. Yelizaveta idi. Məğlub edilməz armadan məğlub edilməsi. 1588 İspan donamasiyona qələbə. Dənizlərdə tək başına hökmranlıq İngiltərə. Bu hökmranlığı sonra bölüşdürəcək kimlər? Nə zaman? Dünya müharibəsindən sonra. Vaşinqton konferansındaydı, bəli. Bəs tamamilə İngiltərənin əlindən çıxacaq nə zaman?
İkinci Dünya müharibəsindən sonra İngiltərənin əlindən çıxmış olacaq. Yaxşı. Reformasiyanın məğlub olduğu dövlətlər. Yəni Papan qalib gəldiyi dövlətlər. Almanya, İspanya. İspanya və İtaliya. Sadəcə İspanya İtaliya. Bəs Almanya niyə deyirsiniz ki? Almaniyada Lüteran kilsəsi yarandı, protestantlara etiqad azadlığı verildi. Almanya məğlub olmur, qalib gəlir. İspanya və İtaliya. Qalib gələn dövlətlər isə bayağı da adlarını çəkmişdik. İngiltərə, Fransa. Bəli. İngiltərə, Fransa və bir də Almanya. Mənə deyin görün 16-cı əsrdə. Ümumiyyətlə o dövrlərdə Avropanın mərkəzləşmiş qaydada idarə olunmasına mane olan yeganə qüvvə. Papa. Yəni katolik kilsəsi. Bəli. Roma papasından söhbət getsə xəritədə biz hansı dövlətin ərazisini axtaracağıq? İtalya. İtaliyanın ərazisini axtaracağıq. Katolik kilsəsindən söhbət getsə hansı dövlətin ərazisini axtaracağıq? Bizans. Bizans. Niyə Bizans? Elə papadır. Papa oranın başçısı deyil. Bəs patriarxatdan söhbət getsə, pravoslav kilsəsindən söhbət getsə, Bizansın. Bəli. Pravoslav kilsəsi nə zaman formalaşıb? Və yaxud da Yunan kilsəsi də deyirlər. Niyə Bizans 1054-də? Niyə Bizans imperiyasına, Bizans dövlətinə Yunan dövlətdə deyirlər? Köhnə Yunan torpaqlarında yarandı. Və əhalinin çoxsunu Yunanlar təşkil edirdi. Ona görə Yunan dövlət deyirlər ona. Sonra bəs yaxşı Habsburglar sülaləsi tərəfindən idarə olunan dövlətlər. Avstriya, Almanya. Aha. İspanya idi, Avstriya idi və Müqəddəs Roma imperiyası idi. Zigetvar döyüşü 1566. 1566. 1566. Müharibəni başa çatdıran Osmanlı sultanı İkinci Səlim. İkinci Səlimin dövründə başa çatmışdı. Bəs yaş Korsika adasının işğal zamanı Fransaya köməklik göstərən Osmanlı sultanı. Birinci Süleyman idi, bəli, köməklik göstərmişdi. Məlişat cədvəli kimə aiddir? Məlişat cədvəli kimə aiddir? Ömər Xəyyam. Topqapı sarayı neçənci əsr abidəsidir? 15. 15-ci əsr. Fənərbağçə sarayı O da 15. 15-ci əsr. Ustalıq əsərim hesab olunurdu. Səlimiyyə. Səlimiyyə Camisi neçənci də açılış oldu? 75-də idi. İkinci Səlimin şərəfinə inşa etmişdi, amma ikinci Səlim görmür ölümündən sonra idi. Başqa bir nümayəndə də vardı. Bir bina inşa etdirmişdi, amma ölümündən sonra heç özü görməyəcək. Bəli, bəli, Ağ evin inşası. Tamam. 1513-də dünya xəritəsini çəkib Sultan 1. Səlimə verən və Süleymana Piri Reis. Süleymana nə vermişdilər? Bəhriyə atlası idi, bəli, Bəhriyə atlası idi. 17-lik səyahətnaməsinin müəllifi Piri Reis. Evliya Çələbi. Həm coğrafiyaçı, həm hüquqşünas, həm maliyyəçi, həm tarixçi. O da Çələbilərdəndir. O da Katib Çələbidir. Mədəniyyətə mütləq baxın. Mütləq. Bu mədəniyyətə baxın təzədən. Üzərindən keçin. Uluqbey məqbərəsi. Harada inşa olunub? Səmərqənddə idi. Teymurların ilk paytaxtı olan Səmərqənddə idi. Bəs yaxşı, dünya tarixində ilk dəfə olaraq bir nəfər şəxs vardı. Deyir, türk xalqlarının yaşadığı xəritənin təsvirini vermişdi öz əsərində. Kimdən söhbət gedir? Kaşqari idi. Bəli, Mahmud Kaşqari ilk lüğətçi. 55 metr hündürlüyündə rəssamxana inşa etdirən Uluqbey. 73 metr hündürlüyündə abidə inşa etdirən bir məqbərə idi. Qütb Minar məqbərəsi. Kim tərəfindən? Qütbəddin Aybək. Qütbəddin Aybək. Hansı dövlət? Hansı dövlət? Dehli Dehli Sultanlığı. Bəs yaxşı, Qüvvətül İslam məscidi hardadır? Neçənci əsr abidəsidir? 12-ci əsr idi, bəli. Harada yerləşirdi? Hindistanda. Bu. 12-ci əsrdə Dehli Moğol var. Hindistandaydı. Nə Dehliyə aiddir, nə Moğola aiddir, heç birinə. Sadəcə Hindistan nümunələrindən biridir. Tamam. Bəs yaxşı, İsfahan rəssamxanasına rəhbərlik edən Ömər Xəyyam. Amma Səmərqənd rəssamxanasının tikintisinə rəhbərlik edən bu da Uluqbəyin özü. Çünki Uluqbəyin heç bir siyasi fəaliyyəti yoxdur. Ancaq o qursun, tiksin, ancaq bu işlərlə məşğul idi. Şahizində məqbərə ansamblı hansı dövlətlə bağlıdır? Teymurlər. Çinli çöküş hansı dövlətlə bağlıdır? Osmanlı ilə bağlı idi. 1575-ci ildə ibadətxana açılan başqa bir nümayəndə var. Kim idi? Əkbər Şah.